Deməli, üçbucaqlar oxuyaq. Deyir, üçbucağın birinci bucağı 86, ikinci bucağı açıq bucağın dörddə bir hissəsi qədər olarsa, birinə yazıram 86. İkincidə açıq bucaq 180'dir, düzdürmü? Dörddə biri dördə vurub birə vursam 45'dir. Üçüncü bucaq. Biz də bilirik ki, üçbucağın daxili bucaqlarının cəmi neçədir? 180. 180'dən də çıxıram 86 və 45'i, yəni 131. Bu da bizə verir 49 9. D variantı. Bərabər yanlış bucağın oturacağına biçik hər bucağı 42 dərəcə olarsa, yadınızda qalsın. Bərabər yanlış bucaqda yan tərəflər bərabər olduğu kimi oturacağa bitişik olan bu bucaqlar da bərabərdir. Bu 42, bu 42, bu x. Yenə də daxili bucaqların cəmi 180'dir. 180'dən də çıxıram. 84'ü təpə bucağı olur. 96. Bərabər yanlış bucağın bir tərəfi 7, digər tərəfi 16 olarsa, üç bucağın perimetrini tapın. Biz o bir tərəfi bilmirik axı və qaydamız belədir ki, üç bucağın üçüncü tərəfi iki tərəfin fərqindən kiçik, fərqindən böyük, Dərin. cəmindən kiçik olmalıdır. Bir dəfə də cəmini tapıram. 16 çıx 7. 9, 16'dan 7 çıxsam 9. 16'ın üstə 7, 23. Üçüncü tərəf. Bax, bununla bunun arasında olmalıdır. Başa düşdünüz? Bura bərabər 16. olsa ya 7 ya 16 olmalıdır. Amma 9 ilə 23'ün özü olmur. 9 23'ün arasında 7 də yoxdursa, deməli bərabər yanlı olmalıdır. Axı 2 dənə yan olmalıdır. Deməli o bir tərəflər 16, 16, bir də 7. Onda perimetr olur 39. Yəni çox vaxt bunu yoxlamada necə yazırlar? 7, 7, 16. Səhv cavabda həmişə variantlarda bu deyə var. 30. Diqqətli olun. Bərabər yanlış bucaqları 1-2 nisbətindədir. Bucaqların dərəcə ölçüsünü tapın. Yəni tutaq ki, mən bura 1x, buna 2x yazsam, gərək buna da 2x yazam axı. Niyə? Çünki axı dedik ki, şeylər bərabərdir. Bəli. 5x də 180-dirsə, 180-i də 5'ə bölsəm, olur 36. Deməli bu 36'dırsa, bu 2 vur 36, 70. 72 cavab olur. Dördüncü testdə C variantı. Düzbucaqlı üçbucağın bucaqlarından biri bərabər tərəfli üçbucağın bucağına bərabərdir. Biz bilməliyik ki, bərabər tərəfli üçbucağın tərəfləri də bərabərdir. Bucaqları da var. Bucaqları da. Ona görə 180'i 3'ə bölünən bərabər tərəfli üçbucağın bucaqları 60'dır. İndi deyir bu düzbucaqlı üçbucağın biz bilirik ki, bir bucağı 90'dır. Digəri isə bərabər tərəfli üçbucağın bucağına bərabərdir, yəni 60'a. Onda bura yazsam x, biz də bildik ki, istənilən düzbucaqlıdır, bərabər yanlı, bərabər istənilən bucağın daxili bucaqların cəmi 180'dir. 180'dən 150 çıxsam, bu da oldu 30. Deyir ki, düzbucaqlı üçbucağın iti bucaqlarının fərqi biri 60'dır, biri 30'dur. Bunların da fərqi yenə də bizə verir 30. 30, yəni B variantı. Bərabər yanlış bucağın bir tərəf 8 və 16 olarsa perimetr, yenə deyirəm tapmaq lazımdır. Üçüncü tərəf 16. 16'dan 8 çıxıram, bir dəfə 16'ın üstə 8. 8'də olmaz 24'də. Bu da bərabər yanlıdırsa ya 8 olmalıdır ya 16. 8 olmursa olur 16. 16, 16, 8. 32 üstə gəl 8, 40. Yəni siz orada 8, 8, 16 yazsanız, 32 hesablasanız cavabda var, amma səhv olacaq. Daha sonra bərabər yanlış bucağın bir tərəfi digər tərəfin iki düşmən. Bərabər yanlış bucağın bir tərəfi digər tərəfin iki misinə bərabər olarsa, bu üçbucağın perimetri kiçik tərəfin neçə misinə bərabər olar? Yəni tutaq ki, bu x-dırsa bir tərəf. Digər tərəfin iki misli. Hə. Yəni bu x-dırsa, daha doğrusu digər tərəf x-dırsa, bu tərəf digər tərəfin iki mislidir. Yəni bu 2x olmalıdır, düzdür? İndi mən də bilirəm axı ki, 2x ilə x-in fərqi x-dir. Cəmi də 3x-dir, düzdür? Bura 1x də ola bilməz, 3x də ola bilməz. Onda deməli burada 2x-dir. Yoxladım. Perimetr neçə x oldu? 5x. Perimetrdə 5x.
Kiçik tərəfdən 5x x-dən neçə dəfə böyük oldu? 5x'in x-a nisbəti bizə nə verir? Beş. X-lar getsə 5. Düzdür. Sonra yenə bir tərəfi digər tərəfin 3 mislinə. Yəni bu x-dırsa, bu 3x-dır. Bunların fərqi 2x-dır, cəmi də 4x-dir. Düzdürmü? İndi bizim o tapacağımız üçüncü tərəf 2x də ola bilməz, 4x də ola bilməz. Onda neçədir? 3x-dir. Üç x. Perimetr olur 7x. Yəni 7x kiçik tərəfdən, yəni x-dan neçə dəfə böyükdür? Neçə misillə bərabərdir? Yəni 7x x-a bölsə cavab olur Yedi. 7. Düzdür. Bərabər yanlış bucağın tərəfləri 8, 15 olarsa ən böyük və ən kiçik qiymətlərinin cəmi. İndi mən baxıram ki, bu 8, bu 15 olsa 15-dən 8 çıxanda neçə eləyir? 7. Toplasam Yedi. 23. Deməli 7 ilə 23-ün arasında 8 də var. Düzdür? 15 də var. Yəni həm indi burada oldu, ikisi də oldu. 8 8 15 olsa perimetr 31-dir. 15 15 8 olsa perimetr 38-dir. Bu da deyir ki, kiçik hansı idi? Hə, Cəmini tapın. 9. Ən böyük və ən kiçik qiymətlərin cəmi 31 ilə 38-in cəmi bizə verir 69. Sonra perimetri bərabər yanlış bucağın yan tərəfi 7-dir. Deməli bu da 7-dir. Özü deyir də ağzında deyir 7-dir. Perimetrindən böyük qiymətdir. Deməli bir dəfə bunları çıxacağam 0, toplayacağım 14. 0 da ola bilməz 14. Onda üçüncü tərəf ən böyük neçə ola bilər? Üçüncü tərəf ən böyük neçə ola bilər? 13. 13. 13. Ama bizdən şey istəyir, perimetri istəyir. Ha, 13 döyəcək. Perimetri 7, 7, 13. Bu da bizə verir 27. 27. Yeni. Bərabər yanlış bucağın oturacağı bitişik bucağı. Yəni bax bu 40-dırsa, deməli bu da 40-dır. Onu burada x yazsam, 40 üstə gəl, 40 üstə gəl, x 180-dirsə, 180-dən 80 çıxsam, 100. olur 11 C variantı. 12-yə baxaq. Bərabər yanlış bucağın təpə bucağı oturacağı bitişik bucaqdan 7 dəfə böyükdür. Təpə bucaq böyükdür. Yəni bu x-dırsa, bu da x-dir və bura 7x-dir. Daxili bucaqların cəmi də bizə verir 180. 9x 180-dirsə 180-i 9-a böldü 20. Təpə bucağı da 7 vur x yazmışam. Bu da olur 140. Bərabər yanlış bucağın iki bucağının fərqi 30-u, üç bucağın bucaqlarını tapın. Bərabər yanlış bucağı iki bucağının fərqi 30 o deməkdir ki, yəni tutaq ki bu x-dırsa, düzdürmü? Bu x üstə gəl 30-dur, bu da x üstə gəl 30 da ola bilər də. Nəyə görə? Axı biz dedik ki, fərqi 30 olmalı. O deməkdir ki, biri o birindən 30 dərəcə böyükdür. Tənlik quraq. 2x üstə gəl 60 bərabərdir 180. Toplayıram da 1x, 2x, 3x. 30'ları da toplayıram. 180'den 60, 120, 123'e bölünem 40. Biri 40'tı. O biri 70, 70. 40, 70, 70. Elə cavab görmürəm mən. Olsa mən ya bu değil. Onda ikinci versiyaya baxaq. İkinci versiya nədir? Bu x, bu x, bu x üstə gəl 30 olsun. Onda 3x bərabərdir 180-dən 30 çıxsa 150, 150 3-ə bölsəm 50. Deməli 50, 50, 80. Bu versiya var. Y. Yəni bu cavab olsa Ben, bunu da düz götürə bilərdik. Başa düşdünüz? ben 40, 70, 70. Yenə oturacağı bitişik bucaqlarının cəmi təpə bucağından 8 dəfə çoxdur. Oturacağı bitişik bucaqlar bu x-dir, bu da x-dir. Düzdürmü? Oturacağı bitişik bucaqlarının cəmi neçədir? 2x. Təpə bucağından 8 dəfə çoxdur. Deməli, təpə bucağından 8 dəfə iki necə kız çok edirik 8 değil ki? mi Elma? Təpə İki kız bucağından 8. 8 dəfə. Bunlar çoxdur. 2x. 2x böl 8 onda çox olur axı. Gəl onda bunu 4x götürək də. Bu 4x olsun, bu da 4x, düzdürmü? 4x-dən 4x-i toplayanda neçə eləyir? 8x. 8. Təpə bucağına x düşür, düzdür? 8x. Deməli təpə bucağı bundan 8 dəfə azdır.
Toplasan 9x. 9x 180'e böləndə 20. Deməli bu 20, bu 80, bu 80. 20, 80, 80 var mı? Var. C var yani. Ver bana. 14 C. Sonra bərabər yanlı üçbucağın təpə bucağı bərabər tərəfli. Bayaq dedim bərabər tərəfli üçbucağın şeyi neçədir? Təpə bucağı. Fərqi nə? Bərabər tərəflinin olsa bütün bucaqları neçədir? Bərabər tərəflinin. 60, 60, 60. 60'da. Bu da deyir 60'dan 20 çoxdur. Yəni bura 80'dir. Onda bunlar x-dırsa 2x bərabər 180 çıx 80. Yəni 100. 100'ü Her 2'ye böldük. 50. Oturacaq kiçik bucağını soruşur. 50. 16'ya baxaq. Üçbucağın A bucağı 25, B bucağımından 30 çox. Yəni 25 də gəl 30, 55-dir. C-ni soruşur. Bunların da cəmi də bilirik də. 25, 55 ise 180'dir. Düzdürmü? 25, 55 neçə eləyir? 80, 180'dən də 80 çıxsam C-yə qalır. 16'da Y. 100. Birinci və ikinci tərəflərin cəmi 35. Yəni A ilə B-nin cəmi 35. 2, 3. B ilə C-nin cəmi 45. Tənlik qurmaqla məsələli. A üstə gəlsə də 40-dırsa, hamısını toplayırıq. 2A, 2B, 2, 1, 2, 2C, 120. 120'yi də 2'ye bölürük. A üstə gəl